Ana arının maraqlı bir hərəkətini çəkib göstərəcəm. Bu gördüyünüz yeni doğulan bir ana arıdır. Bu gəzir bu pətəyi. Bütün pətəkdə gəzə-gəzə dayanır. Və bilmirəm, eşidə bilirsiniz. Burada səs çıxarır. Qəribə bir səs çıxarır. Fit kimi deyim sizə. Bir qəribə bir səs çıxarır. Yəni ki, hakimiyyətin... Bax, yenə çıxardır. Burada deməli bu pətəyin sahibin mən olduğunu, hakimiyyətin mən davam eləyəcəm, bu pətəyə sahib mən olacağım deyə bildiriş verir. Nəyə görə? Bundan başqa görürsünüz? Orada səs çıxardı. Deməli bu pətəkdə başqa bir ana arı doğulur. Bu siqnalı verir əslində bu digər şanın içində yeni doğulacaq bir ana arıya. Hansı ana arıya? Bax burada olan yeni doğulacaq bir ana arıya. Bunu da biz öldürəcəyik. Nəyə görə? Ana arının öldürülməsinə heç bir ehtiyac qalmayacaq. Baxın bunu mən açıram. İçində ana arını görürsünüz. Bu da doğulsun. Belə göstərim mən sizə. Bunu niye öldürməliyik? Bu məcburiyyət qarşısında olunan bir şeydir. Yoxsa arılar beçə verib qaçıb, gördünüz bunu? Baxın, bunu öldürmək məcburiyyətindəyik. Təəssüf ki, mən sizə bunu göstərə bilməyəcəm. Bu ana arını biz öldürdük. Nə üçün öldürdük? Ola bilər ki, bu bizim etdiyimizi siz vəhşilik kimi görürsünüz. Xeyr, bunu etməyə biz artıq məcburuq. Çünki arılar artıq parçalanacaqdır iki mərhələyə. Yəni bu arı, gördüyünüz arı, buradan yeni doğulan ana özü üçün biraz qoşun götürəcəkdir, gecələcəkdir, ağacın üzərində orada yığılacaqdır və oradan da gedib bu qarşı tərəfdəki meşəlik ərazində yaşamaya çalışacaqdır. Yaşaya bilməyəcək. Çünki burada elə bir ailə üçün kifayət qədər qoşun var, işçi arı var. Yəni ikinci ailə qurası bir qədər, yəni qoşun burada olmadığı üçün birini biz ortalıqdan qaldırmağa məcbur oluruq. Nəyə görə mənim seçdiyimi öldürdüm? Çünki təbii şəkildə doğulan ananı saxlayırıq, süni şəkildə mən oradan çıxartdığımı öldürürəm. Yəni bu hakimiyyətə artıq bayaq mənim göstərdiyim ana arı sahib olacaq. Mən bunu bir yaxşı izah edə bilmirəm sizə, təəssüf ki, amma yenə də mən sizə çalışaram onu çəkib göstərim. O ana arı daha fit çalmayacaq. Birazdan biləcək ki, indi hal-hazırda davam edir amma olmağına. İndi səsi bilmirəm, eşidə bilirsiniz. Bax burada da ana arı. Deməli, nəyə görə fit çalmayacaq? Çünki birazdan biləcək ki, yeni doğulacaq bir ana arı yoxdur. Yeşiyin hakimi tək mənəm, sahibi mənəm. Yəni başqa bir ana arının olmadığını bilib daha ehtiyac olmayacaq. Sərbəst bir şəkildə gələcək. Biraz vaxt diqqətlə fikir. Görürsünüz? Bax burada qəribə bir səs çıxardır. Yəni bu bildirməyə çalışır. Bütün pətəyi gəzir o səslərlə çıxardır ki, bax yenə də səs çıxardır. Deməli bu pətəyə bildirmək istəyir ki, bunun sahibi mənəm.